Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız nitq hissələrinin morfoloji xüsusiyyətləri haqqında olacaqdır. Birinci sual. Mən ki, elə bunu axtarırdım cümləsindəki sözlərlə bağlı doğru fikri müəyyən edin. Sözlərdən biri düzəltmədir. Burada düzəltmə söz yoxdur. Ona görə A yanlışdır. İşarə əvəzliyi mənsubiyyət şəkilçisi qəbul edibdir. Bu işarə əvəzliyidir. Mənsubiyyət yox, təsirli kal şəkilçisi qəbul edibdir. Köməkçi nitq hissəsindən sonra vergül qoyulmalıdır. Burada ki köməkçi nitq hissəsidir, amma vergül qoyulmamalıdır. Çünki burada ki bağlayıcı yox, ədatdır. Ki bağlayıcısı olsaydı vergül qoyardıq və ki bağlayıcı olsaydı özündən əvvəlki söz xəbər vəzifəsində işlənərdi. Amma burada ədatdır, özündən əvvəlki söz də xəbər vəzifəsində deyil. Amonimliyi olan iki söz işlənib. Burada ki amonimliyi var. Ki bağlayıcı və ədat kimi. Elə sözünün amonimliyi var. Elə söz əvəzlik və ədat kimi işlənir. Demək cavabımız D variantıdır. Feil keçmiş zamandadır. Axtarırdım. Axtar sözün köküdür. İndiki zaman şəkilçisidir. Burada idi hissəci idi. Cavabımız olur D variantı. İkinci sual. Azərbaycan dili gözəlliyi, zərifliyi, zənginliyi ilə seçilir cümləsində sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Dili mənsubiyyət şəkilçisi ilə işlənmiş isimdir. Bəli, Azərbaycan burada qeyri-müəyyən yəlik haldadır. Qeyri-müəyyən yəlik halda özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir. A variantı düzdür. Azərbaycan yəlik halda olan isimdir. Bəli. Demək, Azərbaycan qeyri-müəyyənlik bildirən yəlik haldadır ki, özündən sonra mənsubiyyət şəkilçili söz gəlibdir. İlə qoşmadır. Bəli, iləni əgər vədən əvəz eləyə bilmiriksə qoşmadır, vədən əvəz eləyə bilsək bağlayıcı olardı. Seçilir düzəltmə feildir. Bəli, seçməkdən seçilmə əmələ gəlir. Seçməkdən seçilmə əmələ gəlir. Həqiqətən düzəltmədir. Gözəlliyi, zərifliyi, zənginliyi təsirli halda olan isimlərdir. Gözəllikdir, zəriflikdir, zənginlikdir, düzdür isimlərdir, amma təsirli halda deyil. Buradakı i şəkilçisi mənsubiyyət şəkilçisidir. Öz gözəlliyi, öz zərifliyi, öz zənginliyi. Demək cavabımız olmalıdır Y variantı. Üçüncü sual. Görünür özümü ətrafımdakılara yaxşı tanıtmamışam cümləsindəki sözlərdən bağlı doğru fikri müəyyən edin. Tanıtmamışam icbar növdə olan feildir. İcbar növ deyil. İcbar növün şəkilçisi dır, t və iş kiməsə icra olunur. Burada iş özüm tanıtmamışam. İşi icra edən özümə. Yaxşı sifətdir, adi dərəcədədir. Yaxşı sözü burada hərəkət bildirən sözdən əlaqəlidir, feildən əlaqəlidir. Demək ki, sifət yox, zərfdir. Özümü qeyri-müəyyən əvəzlikdir. Öz əvəzliyi qeyri-müəyyən yox, təyin əvəzlikdir. Görünür fikrin mənbəyini bildirən modal sözdür. Görünür fikrin mənbəyini yox, güman şübhə bildirən modal sözdür. Ətrafımdakılara yönlük halda olan düzəltmə sifətdir. Bəli. Ətraf sözün kökü mənsubiyyət şəkilçisidir. Dakı sifət düzəldən şəkilçisidir. Lar cəm şəkilçisidir. Ada yönlük hal şəkilçisidir. Cavabımız olur Y variantı. Dördüncü sual. Bugünkü səmimi söhbət hamıya faydalı oldu cümləsindəki sözlərin morfoloji izahla bağlı səhvi müəyyən edin. Səmimi sifətdir, adi dərəcədədir. Bu düzdür. Hamıya qeyri-müəyyən əvəzlikdir, düzdür. Söhbət sadə isimdir, düzdür. Bugünkü mürəkkəb zaman zərfidir. Bugünkü zərf yox, sifətdir. Hansı söhbət? Hansı sualı? Zərfin sualı deyil, sifətin sualıdır. Cavabımız D variantıdır. Faydalı oldu feildir, bəli, keçmiş zamandadır, bəlidir, keçmiş zaman şəkilçisidir. Demək cavabımız olur D variantı. 5-ci sual. Artıq mən təbii ki, sənin əleyhinəyəm cümləsindəki sözlərin morfoloji izahına bağlı səhvi müəyyən edin. Sənin şəxs əvəzliyidir, yəlik haldadır, düzdür. Artıq ədatdır, bəli, artıq sözünü dahadan əvəz eləyə biliriksə ədatdır. Mən şəxs əvəzliyidir, adlı haldadır, düzdür. Təbii ki, modal sözdür, düzdür. Əleyhinəyəm indiki zamanda olan feildir. Əleyhinəyəm sözü feil deyil və üzərində də zaman şəkilçisi də yoxdur. Cavabımız olur Y variantı. 6-cı sual. Onlar yalnız gördükləri işlərdən danışırdılar cümləsindəki sözlərin morfoloji izahına bağlı səhvi müəyyən edin. Danışırdılar, düzəltmə feildir. Danış sözün köküdür, indiki zaman şəkilçisi, idi hissəci idi, lar da şəxs sonluğudur. Demək düzəltmə yox, sadədir. Elə cavabımız olur A variantı. Onlar şəxs əvəzliyidir, bəli. Yalnız ədatdır, bəli. İşlərdən sadə isimdir, çıxışlıq haldadır, bəli. İş lərcəm şəkilçisidir, dən çıxışlıq haldadır.
Gördükləri feil sifətdir. Bəli, gör sözün köküdür. D üstə gedək mənsubiyyət feil sifət şəkilçisidir. Bu da larlər də arasına daxil olub yenə də feil sifət şəkilçisi olur. Cavabımız A variantıdır. 7-ci sual. Mən əminəm ki, yarışda qalib gələcəyik cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Ki, tabelik bağlayıcısıdır. Bəli, düzdür. Mən şəxs əvəzliyidir, düzdür. Əminəm feildir. Əmin olmaq formasında olsa feil olardı. Əminəm feil deyil. Yarışda sadə isimdir, yerlik haldadır. Bəli, yarış sözün köküdür. Da yerlik hal şəkilçisidir, düzdür. Qalib gələcək feildir, gələcək zamandadır. Bəli, qalib gəlmək feildir. Acaq əzəklər, gələcək zaman şəkilçisidir. Cavabımız olur C variantı. 8-ci sual. Xəstəxananın şöbə müdürü deyəsən bizi unutmuşdu cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Bizi şəxs əvəzli idi, təsirli hal şəkilçisi qəbul etmişdi. Bəli, biz şəxs əvəzli idi və təsirli haldadır, düzdür. Xəstəxananın düzəltmə isimdir, yəlik haldadır, düzdür. Deyəsən, modal sözdür, güman şübhə bildirir, düzdür. Şöbə ümumi isimdir, adlıq haldadır. Şöbə sözündə düzdür, heç bir şəkilçisi yoxdur, amma özündən sonra mənsubiyyə şəkilçili söz gəldi. Demək, şöbənin müdürü adlıq halda yox, qeyri-müəyyənlik bildirən yəlik haldadır. Unutmuşdu feildir, keçmiş zamandadır. Bəli, unutmaq feildir, mış burada keçmiş zaman şəkilçisidir. D da idi hissəcikdir. Cavabımız olur D variantı. Demək, daha doğrusu burada bizdən səhv istəyir, bəli, D variantı, bəli. 9-cu sual. Saxsı küplərin kölgəsi qapıya qədər düşürdü cümləsində sözlərin nitq hissələrinə görə təhlilindəki səhvi müəyyən edin. Qapıya yönlük halda olan isimdir, düzdür. Küplərin yəlik halda olan isimdir, düzdür. Saxsı sifətdir, xeyr, saxsı isimdir. Necə sualına görə cavab verir ki, saxsı küp, necə küp? Demək, iki isim yanaşı gələndə birinci isim, ikinci ismi təyin edilir. Qədər məsafə bildirən qoşmadır, düzdür. Düşürdü, indiki zamanda olan sadə feildir, bu da düzdür. Cavabımız olur C variantı. 10-cu sual. Sizdən ayrılmayır könlümün quşu nümunəsindəki sözlərdən bağlı səhv fikirləri müəyyən edin. Sizdən şəxs əvəzliyidir, yerlik haldadır. Düzgün fikirdir. Bizdən demək nə istəyir? Düzgün, bizdən səhv fikirlər istəyir. Siz şəxs əvəzliyidir, yerlik yox, çıxışlıq haldadır. Ona görə bir səhv fikirdir. Ayrılmır, feildir, indiki zamandadır. Bəli, ayrılma, ayrılma inkarlıq şəkilçisidir. Irda indiki zaman şəkilçisidir. 2 düzdür. Könlümün düzəltmə isimdir. Könül sözün köküdür. Ümumi mənsubiyyə şəkilçisi, ündə yəlik hal şəkilçisi. Demək, düzəltmə yox, sadə isimdir. Ona görə 3 səhvdir. Quşu mənsubiyyə şəkilçisi qəbul etmiş isimdir. Bəli, bu düzgün fikirdir. Demək, cavabımız olmalıdır 1-3 D variantı. 11-ci sual. Şeiriyyət ilhama çağırır məni nümunəsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvləri müəyyən edin. Şeiriyyət qurursa düzəltmə konkret isimdir. Demək, şeirdən şeiriyyət əmələ gəlir. Quruluşsa düzəltmədir, amma konkret yox, mücərrətdir. Ona görə biri götürürük. İlhama isimdir, yönlük haldadır, 2 düzdür. Çağırır, indiki zamanda işlənmiş feildir, düzdür. Məni, mənsubiyyə şəkilçili, şəxs əvəzliyidir. Məni, mənsubiyyə şəkilçili, şəxs əvəzliyi yox, təsirli hallı şəxs əvəzliyidir. Cavabımız olur B variantı 1-4. 12. Sual işarəsinin yerinə yazılmalıdır. Yəni, elə bir söz tapmalıyıq ki, həm ədat, feil, sifət, zərf kimi işlənsin. Tək sözünə baxaq. Tək sözü ədat kimi işlənə bilər. Tək sənə güvənirəm, yalnız sənə. Amma feil kimi işlənə bilməz. Artıq ədat kimi işlənə bilər. Artıq sənə inanmıram. Daha da əvəz eləyə bilərik. Amma feil kimi işlənə bilməz. Ən rahat ilə feildən tapaq, maq artıraraq feil olduğunu yoxlaya bilərik. Doğru işlənə bilməz. Düzə baxaq. Düz. O düz qapının ağzında dayandı. Lapdan əvəz eləyərək ədat olar. Düzmək feil olar. Düz söz desəm, yəni isimlə bağlı olsa sifət olar. Düz danış desəm zərf olar. Demək, cavabımız olmalıdır D variantı. Qoy sözü feil olar, ədat olar, amma sifət zərf olmaz. 13-cü sual.
Şeirdə qafiyə yaradan sözlərin qrammatik mənasını müəyyən edin. Elə ki, qocaldı, əl açır bizə, güvənir, sığınır köməyimizə. Biz və kömək. Yəni biz əvəzlikdir, kömək də isimdir. Cavabımız olur C variantı. 14. Şeirdə qafiyə yaradan sözlərin qrammatik mənasını müəyyən edin. Tunç rehli ilanlar haqqımızı nə anlar? İlan, isim, anlamaq, fiil. Cavabımız olur D variantı. 15. Ədəbiyyat müəllimi dünənki tapşırığı hələ yoxlamamışdı cümləsindəki sözlərin morfoloji təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Demək, ədəbiyyat yəlik halda olan isimdir. Ədəbiyyat özündən sonra mənsubiyə şəkilçili söz gəlir. Bəli, yəlik haldadır, bu düzdür. Dünənki düzəltmə zərfdir. Zərf deyil. Dünən zərfindən dünənki sifət əmələ gəlibdir. Cavabımız olur B variantı. Müəllimi adlı halda olan sadə isimdir. Ədəbiyyat qeyri-müəyyən yəlik haldadır. Müəllimi sözdə mənsubiyyət şəkilçisidir. Başqa da hal şəkilçisi yoxdur. Demək, adlı haldadır. Bu düzdür. Tapşırığı təsirli haldadır. Bəli, quruluşca düzəltmədir. Tapşırdan tapşırıq əmələ gəlir. Düzgün fikirdir. Yoxlamamışdı. Məlum növdə, bəli, məlum növdədir. Keçmiş zamanda olan sadə feildir. Yoxla sözün kökü ma inkarlıq şəkilçisidir. Mış keçmiş zaman şəkilçisidir, idi hissəsidir. Demək cavabımız olur B variantı. 16-cı sual. Bu ilk imtahan sualları yaxşı hazırlanmışdı. Cümləsindəki sözlərin morfoloji təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Bu ilki mürəkkəb zərfdir. Bu ilki mürəkkəb zərf yox, sifətdir. Ki, sifət düzəldən şəkilçisidir. Cavabımız elə olur A variantı. İmtahan yəlik halda olan ümumi isimdir. İmtahan sözündə xüsusi şəkilçi yoxdur. Amma özündən sonra mənsubiyyət şəkilçili söz gəlib. Demək, imtahan sözü qeyri-müəyyənlik bildirən yəlik haldadır. Bu düzdür. Sualları adlı halda olan sadə isimdir. Bəli, üzərində heç bir hal şəkilçisi yoxdur. Mənsubiyyət şəkilçili söz düzdür. Yaxşı, hərəkət bildirən sözlə bağlıdır, zərfdir. Düzdür. Hazırlanmışdır, məhsul növdə. Yəni, hazır sifətindən hazırlamaq feili, hazırlamaq feilindən hazırlanmaq feil əmələ gəlir. Kimsə tərəfindən hazırlanır. Bəli, məhsul növdədir. Mış keçmiş zaman şəkilçisidir da idi hissəsidir, düzgün fikirdir. Demək, cavabımız olur A variantı. 17-ci sual. Nümunələrlə bağlı verilmiş fikirlərdən biri doğrudur. Tikinti, inanc, yelləncək, qazanc, daraq. Sadə feillərdən düzəlmişdir. Tikmək feilindən tikinti ismi əmələ gəlir. İnanmaq feilindən inanc ismi əmələ gəlir. Yel, yellə, yellən, yelləncək. Baxın, burada deyir sadə feillərdən düzəlmişdir. Yelləncək sözü düzəltmə feildən düzəlib. Demək, A variantı yelləncək sözünə görə çıxır. Sonra B variantı. Suallar fərqlidir. Tikinti nə? İnanc nə? Yelləncək nə? Qazanc nə? Daraq nə? Suallar fərqli deyil, eynidir. Mücərrət isimlərdir. Məsələn, burada daraq sözü mücərrət yox, konkretdir. Ona görə C variantında çıxırıq. Hamısı düzəltmədir. Qazanc sözü qazanmaq feilindən qazanc ismi əmələ gəlir. Daramaq feilindən də daraq ismi əmələ gəlir. Bəli, hamısının tərkibində leksik şəkilçisi var. Hamısı düzəltmədir. Bu fikir doğrudur. Müxtəlif nitq hissəsinə aid sözlərdir. Hamısı isimdir. Ona görə bunu da götürmürük. Cavabımız D variantıdır. 18-ci sual. Nümunədə altından xətt çəkilmiş sözlər morfoloji cəhətdən nədir? Ardıcıllıqla müəyyən edin. Buludlar, buludlar, pərişan buludlar. Birinci pərişan sifətdir. Birinci sifətdən gəlməliyik. Başımın, baş isimdir. Kişnəyib, kişnəyərək. İbi ərəkdən əvəz eləyə bilirik. Feili bağlamadır. Yarışan da feil sifətdir. Demək, cavabımız olmalıdır A variantı. 19. Söyüdlər ahəstə-ahəstə yırğalanaraq sanki seygah dinləyirdi cümləsindəki sözlərin nitq hissəsi baxımından ardıcıllığını müəyyən edin. Söyüd isimdir. Birinci isimdən gəlirik. Ahəstə-ahəstə hərəkətlə bağlı olan sözdür. Demək, zərfdir. Yırğalanaraq feildir. Sanki modal sözdür. Seygah isimdir. Dinləyirdi feildir. Cavabımız olur Y variantı. 20-ci sual. Quruluşuna və aid olduğu nitq hissəsinə əsaslanmaqla sözlərin cədvələ uyğun ardıcıllığını müəyyən edin. Kütlə, çəki isimdir hər ikisi. Kütlə sadə, çəkmək feilindən çəki ismi əmələ gəlir. Düzəltmə. Demək, burada indi biz mürəkkəb isim tapmalıyıq.
Tozsoran ola bilər, bacı qardaş ola bilər, kəhliyyot ola bilər, kömək etmək feildir, ola bilməz. Uzunboğaz sifət də ola bilməz. Demək, D variantını, Y variantını çıxdıq. Qırmızı sifətdir, qaraqaş sifətdir. Qırmızı sadə, qaraqaş mürəkkəb. İndi biz düzəltmə sifət tapmalıyıq. Kiçik olmaz, ona görə A variantında çıxırıq. Birlikdə zərfdir, ona görə C variantında çıxırıq. Armud ismindən armudu sifəti əmələ gəlir. Yüzlərcə 5-də 1 saydır. Yüzlərcə düzəltmə 5-də 1 mürəkkəbdir. Milyon da sadədir. Cavabımız olur B variantı. 21. O sirrini ancaq mənə danışardı cümləsində sözlərin izahı ilə bağlı səhvi müəyyən edin. Demək, səhvi istəyir bizdən. Sirrini mənsubiyyət şəkilçili təsirli halda olan isimdir. Demək, sir, öz sirri, birinci i mənsubiyyət şəkilçisidir, n bitişdiricidir, növbəti i təsirli hal şəkilçisidir. Bu düzdür. Ancaq bağlayıcıdır. Bax, bu səhvdir. Ancaq sözü, əgər bağlayıcı olsaydı, ammadan, lakindən əvəz eləyə bilərdik. Özündən əvvəl vergül qoyulardı. Ancaq sözünü yalnızdan əvəz eləyə bilirsə, ədat kimi işlənmiş olur. Cavabımız B variantıdır. Mənə yönlük halda olan şəxs əvəzli idi. Bəli, mən şəxs əvəzli idi, yönlük hal şəkilçisidir, düzdür. Danışardı, gələcək zamanda xəbər şəklində olan feildir. Danış sözün köküdür, ar, qeyri-qəti gələcək zaman şəkilçisidir, d idi hissəsi idi, düzdür. O şəxs əvəzli idi, bu da düzdür. Cavabımız B variantıdır. 22-ci sual. Onlar kəndə bizdən sonra çatdılar cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Kəndə yer zərfidir, elə bu səhvdir. Kənd sözü yer zərfi yox, isimdir və yönlük haldadır. Onlar şəxs əvəzli idi, adlıq haldadır, doğrudur. Bizdən şəxs əvəzli idi, çıxışlıq haldadır. Bəli, biz sözün köküdür, dən çıxışlıq hal şəkilçisidir. Sonra qoşmadır, bəli, sonra sözü zərf kimi də işlənə bilər, amma burada hal şəkilçili sözə qoşulub, demək ki, qoşmadır. Çatdılar, keçmiş zamanda olan feildir, çat sözün köküdür, d keçmiş zaman şəkilçisidir. Cavabımız olur A variantı. 23-cü sual. Səməd bu yollara həsrətlə baxardı. Cümləsindəki sözlərin nitq hissəsinə görə təhlilindəki səhvi müəyyən edin. Həsrətlə tərz hərəkət zərfidir. Bəli, həsrət ismindən həsrətlə tərz hərəkət zərfi əmələ gəlibdir. Yollara yönlük halda olan sadə isimdir. Bəli, yol sözün köküdür, larçəm şəkilçisidir, ada yönlük hal şəkilçisidir. Düzdür. Bu işarə vəzli idi, bəli. Səməd adlıq halda olan xüsusi isimdir, bəli. Baxardı keçmiş zamanda olan feildir. Baxardı keçmiş zamanda deyil. Bax sözün köküdür. Ar qeyri-qəti gələcək zaman şəkilçisidir. D idi hissəsi idi. Cavabımız olur Y variantı. 24-cü sual. Sanki dünənki yorğunluqdan əsər əlamət qalmamışdı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Dünənki düzəltmə zaman zərfidir, elə bu səhvdir. Dünən zərfindən dünənki sifət əmələ gəlibdir. Sanki modal sözdür, bəli. Yorğunluqdan sifətdən düzəlmiş isimdir, çıxışlıq haldadır. Yormaq feilindən yorğun sifəti, yorğun sifətindən yorğunluq ismi, bəli, sifətdən isim düzəldi. Danda çıxışlıq hal şəkilçisidir, düzdür. Əsər əlaməti isimdir, adlıq haldadır, düzdür. Qalmamışdı, sadə feildir, xəbər şəklində inkardadır. Qal sözün kökü ma inkarlıq şəkilçisidir. Mış keçmiş zaman şəkilçisidir, d idi hissəci idi. Bəli, inkardadır. Üzərində leksik şəkilçisi yoxdur, demək ki, sadədir və zaman şəkilçisi varsa xəbər şəklindədir. 25-ci sual. Orxan bu sözü ağlaya-ağlaya təkrar etdi cümləsində sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Orxan xüsusi isimdir, bəli. Ağlaya-ağlaya tərz hərəkət zərfidir, elə bu səhvdir. Çünki ağlayaraq A şəkilçili sözü əgər araq şəkilçisindən əvəz eləyə biliriksə, tərz hərəkət zərfi yox, feili bağlama olur. Demək cavabımız olur B variantı. Bu işarə vəzli idi, sifətin yerində işlənmişdir. Bəli, sifətin yerində işlənmək o deməkdir ki, sifətin sualına cavab verir. Bu söz, hansı söz? Düzdür. Sözü təsirli halda olan isimdir. Bəli, bunu təkrar etdi. Sözün yerinə bunu qoya bilirik, demək təsirli haldadır. Təkrar etdi, keçmiş zamanda olan feildir. Bəli, feildir və d da keçmiş zaman şəkilçisidir. Cavabımız olur B variantı. 26-cı sual. Vətən onu sevənlərin və qoruyanların cümləsində sözlərlə bağlı yanlış fikir hansıdır? Onu şəxs əvəzli idi, təsirli haldadır. Bəli, düzdür. O, əgər ismi hər hansı bir xüsusiyyət qəbul edibsə, demək ki, şəxs əvəzli idi.
Vətən isimdir, adlı haldadır, düzdür. Qoruyanların da indiki zamanda işlənmiş feildir. Yanlış fikirdir. Qorumaq sözün köküdür, y bitişdiricidir. Am feili sifət şəkilçisidir. Lar cəm şəkilçisi. Qoruyanların ın yəlikal şəkilçisidir. Dır da şəxs onluğudur. Burada zaman şəkilçisi yoxdur. Çünki qoruyanların da feili təsriflənməyən feildir. Feili sifətdir. İndiki zaman məzmunlu feili sifətdir. Amma bu demək deyil ki, o indiki zamandadır. Sevənlərin feili sifətdir, bəli və bağlayıcıdır, bəli. 27. Növbəti oyunda finalçılar oynayacaq cümləsindəki nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Növbəti bu sifətdir. Oyun isimdir. Finalçılar isimdir. Oynayacaq feildir. Sifət, isim, isim, feil. Cavabımız olur A variantı. 28. Verilmiş cümlələrə əsasən Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. O gözlərini yumub sustu, ağlı açıb quzuları buraxdılar. Demək, isim həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmişdi. Gözlərini sözünü, göz sözün köküdür, lər cəm şəkilçisidir, öz gözləri birinci i mənsubiyyətdir, n bitişdiricidir, növbəti i təsirli hal şəkilçisidir. Demək, bir doğrudur, biri götürürük. Bütün nitq hissələri quruluşca sadədir. Bütün nitq hissələri quruluşca sadədir. 2 doğrudur, amma ikinci cümlədə də hamısı sadədir. Ona görə 2 ortaq yerdə yazılmalıydı. 2 götürmürük. 3. Həm təsriflənən, həm də təsriflənməyən feil işlənmişdi. Birinci cümlədə yumub, yumaraq, ı-bı araqdan əvəz eləyə biliriksə feili bağlamadı, yəni təsriflənməyən feildir. Sustu, xəbər şəklində olan feildir, yəni təsriflənən feildir. Ağlı açıb, ağlı açaraq təsriflənməyən feildir. Buraxdılar, təsriflənən feildir. Demək, 3 ortaq olmalıdır. Düzgün yerdədir. 4. Feil bağlama tərz məzmunu bildirir. Necə sustu? Gözlərini yumaraq, bəli, tərs bildirir. Quzuları buraxdılar. Necə buraxdılar? Ağlı açaraq. Bəli, həqiqətən də ikisində də tərz mənası bildirir. 5. İsimlərin quruluşca növləri eyni olsa da halları fərqlidir. Demək, isimlər ağlı təsirli haldadır, quzuları təsirli haldadır. İkisi də təsirli halda işlənibdir. Demək, deyir, halları fərqlidir, demək, səhv fikirdir. Halları eynidir. Feillər keçmiş zamandadır. Feillər, demək, ağlı açıb, quzuları buraxdılar. Feillər deyir. Baxın, burada keçmiş zamanda olan bircə dənə buraxdılar feildir. Açıb sözü feil bağlamadır. Bu baxımdan da, demək, feillər keçmiş zamandadır fikrini səhv götürə bilərik. Həm də sustu sözündə də feil keçmiş zamandadır. Yəni 6-cı fikri ortaq yerə yazmaq olardı. Cavabımız olur 1, 3, 4 Y variantı. 29. Sənan bəy ora gülə-gülə gedirdi cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı doğru fikirləri müəyyən edin. Sənan adlı halda işlənmiş xüsusi isimdir. Bəli, bu doğrudur. Bayaq zaman mənalı qoşmadır. Bayaq qoşma deyil, bayaq sözü zərfdir. Demək ki, yanlışdır. Ora ismin yerində işlənmiş işarə əvəzliyidir. 3 də yanlışdır. Ora işarə əvəzliyi deyil, zərfdir. Gülə-gülə hərəkətin tərzini bildirən feili bağlamadır. Bəli, necə gedirdi? Gülərək gedirdi. 4 düzdür. Gedirdi, indiki zamanda olan sadə feildir. Bəli, get sözün köküdür. İndiki zaman şəkilçisidir, deyildi hissəsidir. Cavabımız olur D variantı. 30. Təbiəti qorumaq hamının müqəddəs borcudur cümləsində nitq hissələrinin işlənmə ardıcılığı hansı mətndə düzgündür? Təbiət isimdir, qorumaq feildir, hamı əvəzlikdir, əvəzlikdir. Müqəddəs sifətdir, borc isimdir. İsim, feil, əvəzlik, sifət, isim. Cavabımız olur Y variantı. 31. Gecə külək əsdiyi üçün yol təpmişdi cümləsində hansı nitq hissələrinə aid söz yoxdur? Gecə nə zaman gecə? Gecə zərfdir, ona görə 5-i çıxırıq. Külək isimdir, 1-i də çıxırıq. 3-ün qoşmadır, 4-ü də çıxırıq. Demək, cavabımız qalır 2, 6, yəni sifətdən bağlayıcı yoxdur. 32.
Bəs bunu mənə niyə deməmişsən cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Mənə şəxs əvəzli idi, yönlük haldadır. Bəli. Bunu işarə əvəzli idi. Bəli. Niyə sual ədatı yox, niyə sual əvəzli idi? Cavabımız C variantıdır. Bəs sual ədatıdır. Bəli. Deməmişsən feildir, keçmiş zamandadır. Bəli. D sözün kökü mən inkarlıq şəkilçisidir. Miş keçmiş zaman şəkilçisi, sən şəxs sonluğu. Cavabımız C variantıdır. 33. Ürəyi açıq adam birləşməsinin asıl tərəfinin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Asıl tərəfi deyərkən burada ürəyi açıq sözü nəzərdə tutulur. Mürəkkəb sifətdir. Bəli, ürəyi açıq. Düzdür. Necə nə cür suallardan birinə cavab verir. Bəli, necə adam? Düzdür. Adi dərəcədədir. Bəli, burada üzərində heç bir xüsusi dərəcə göstəricisi yoxdur. Ona görə də adi dərəcədədir. Birdən fikirləşərsiniz ki, bəs açıq sözü sifətin azaltma dərəcəsini əmələ gətirir. Bəli, açıq sözü sifətin azaltma dərəcəsini əmələ gətirir. Amma dərəcə əmələ gətirmək üçün açıq sözü sifətin əvvəlində və defisdən yazılmalıdır. Sözün birinci tərəfi təsirli hal şəkilçili isimdir. Təsirli hal deyil, öz ürəyi açıq, mənsubiyyət şəkilçili isimdir. Demək, D variantı səhv fikirdir. İkinci tərəfi feildən düzəlmiş sifətdir. Bəli, açmaq feilindən açıq sifət əmələ gəlir. Cavabımız D variantıdır. 34. Qəlbi sınıq adam birləşməsinin asıl tərəfinin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Demək, burada asıl tərəf qəlbi sınıq sözüdür. Birinci tərəfi təsirli hal şəkilçili isimdir. Birinci tərəfi təsirli hal şəkilçili yox, mənsubiyyət şəkilçili, öz qəlbi sınıq. Elə cavabımız A variantıdır. Necə nə cür suallarından birinə cavab verir? Bəli, necə adam? Düzdür. Adi dərəcədədir. Bəli, düzdür. Mürəkkəb sifət, iki sözün birləşməsindən əmələ gəlib mürəkkəb sifətdir. Düzdür. İkinci tərəfi feildən düzəlmiş sifətdir. Sınıq söz, bəli, sınmaq feilindən sınıq sifət əmələ gəlibdir. Bu da düzdür. Cavabımız A variantı olur. 35. Deyəsən onun vəziyyəti xeyli yaxşılaşıb cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən. Burada səhvi müəyyənləşdirməyimizi istəyir. Onun əvəzlikdir, yəlik haldadır, düzdür. Deyəsən modal sözdür, düzdür. Yaxşılaşıb feil bağlamadır, düzəltmədir. Bu fikir səhvdir. Çünki yaxşı sözün kökü, yaxşı sifətindən yaxşılaşmaq feil əmələ gəlibdir. Bu biz dedik ki, araq şəkilçisindən əvəz etdikdə feili bağlama şəkilçisi olur. Burada yaxşılaşıbdır. Ibdan sonra dır artıra bilirsə, demək o feili bağlama şəkilçisi yox, zaman şəkilçisidir, keçmiş zaman şəkilçisi. Xeyli kəmiyyət zərfidir. Bəli, hərəkətdən bağlıdır, kəmiyyət zərfidir, düzdür. Vəziyyəti isimdir, adlı haldadır. Bəli, onun öz vəziyyəti. Burada iyi də nədir? Mənsubiyyət şəkilçisidir, başqa hal şəkilçisi yoxdur. Demək ki, adlı haldadır. 36. Turqutla Toğrul içərdən gülə-gülə çıxdılar cümləsindəki sözlərin morfoloji təhlilindəki səhvi müəyyən edin. Turqut, Toğrul adlı halda olan xüsusi isimlərdir, düzdür. Gülə-gülə tərz hərəkət zərfi deyil, gülərək çıxdılar. Gülərək deyə bilirsə bu feili bağlamadır. Cavabımız B variantıdır. İçərdən yer zərfidir, düzdür. La bağlayıcıdır. Bəli, Turqut və Toğrul vədən əvəz edə bilirik, demək ki, bağlayıcıdır. Çıxdılar keçmiş zamanda olan feildir, bu da düzgündür. Cavabımız B variantıdır. 37. Cümlədəki sözlərin morfoloji izahı ilə bağlı yanlış fikir hansıdır? Onun dedikləri görülməli işi yubadır. Onun yəlik halda olan şəxs əvəzliyidir, düzdür. Görülməli məhsul növdədir, vacib şəklindədir, xeyl. Mal məli həm də feili sifətin şəkilçisidir. Necə nə cür hansı sualına cavab verirsə feili sifətdir. İş, hansı iş? Görülməli iş. Demək, məhsul növdə yox. Məhsul növdədir, amma vacib şəklində yox. Demək, feili sifətdir. Dedikləri feili sifətdir. Bəli. D. Dıq üstə gələk mənsubiyyət feili sifət şəkilçisidir. İşi təsirli halda olan isimdir. Bəli. Bunu yubadır. Təsirli halsa yerinə bunu qoya bilirik. Yubadır xəbər şəklində olan sadə feildir. Bəli. Yubadır zaman şəkilçisi, demək xəbər şəklində olan feildir. Cavabımız B variantıdır. 38-ci sual. Hər ağac meyvəsi ilə tanınar cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Meyvəsi mənsubiyyət şəkilçili isimdir. Öz meyvəsi, bəli, bu düzdür. Ağac adlı halda olan isimdir, düzdür. Tanınar, sadə, məlum növdə. Baxın, sadə deyil. Tanımaqdan tanınmaq əmələ gəlir. Düzəltmədir və məlum növdə də deyil. Kimsə tərəfindən tanınar, məhsul növdədir, gələcək zamandadır. Cavabımız olur C variantı. İlə qoşmadır, düzdür. Hər təyin əvəzlikdir, düzdür. 39.
Küçələrdə və meydanlarda böyük izdiham gördüm cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Küçələrdə, meydanlarda yerlik halda olan isimlərdir, düzdür? İzdiham adlı halda olan isimdir, adlı halda yox. İzdihamı gördüm, bunu gördüm. Yerinə bunu qoya biliriksə, demək ki, təsirlik haldadır və bağlayıcıdır, düzdür? Böyük, bəli, böyümək feilindən böyük sifət əmələ gəlir, düzdür? Gördüm, məlum növdə olan feildir, xəbər şəklində düzdür. Cavabımız bir variantıdır. 40. Uca dağların zirvəsində qar görünür cümləsində sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Uca sifətdir, adi dərəcə, düzdür? Zirvəsində yer zərfidir. Zirvə bu zərf deyil. Cavabımız bir variantıdır. Dağların isimdir, bəli. Dağ sözün kökü cəmdədir, bəli, cəm şəkilçisi var. Bunda yəlik hal şəkilçisidir, düzdür. Qar isimdir, adlı haldadır, düzdür. Görünür, düzəltmə feildir, qayıdış növdədir, bəli. Cavabımız olur bir variantı. 41. Məruzəçi su məsələsinə də toxundu cümləsinin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Məruzəçi düzəltmə isimdir, adlı haldadır. Bəli, məruzə ismindən məruzəçi ismi əmələ gəlir, düzəltmə də adlı haldadır. 1. Düzdür. Su ümumi isimdir, adlı haldadır. Su düzdür, ümumi isimdir, amma adlı halda deyil. Suyun məsələsinə. Özündən sonra mənsubiyyət şəkilçili söz gəldiyinə görə demək su qeyri-müəyyənlik bildirən yəlik haldadır. Məsələsinə isimdir, mənsubiyyət və hal şəkilçisi qəbul edilibdir. 3. Doğrudur. 4. Də qüvvətlendirici ədatdır. Su məsələsinə də toxundu. Burada yəni həmçinin başqa bir məsələyə də toxunubmuş. Həmçinin su məsələsinə də toxundu. Dadə əgər bağlayıcıdırsa, biz həmin cümlədə həmçinin sözündən istifadə edə bilirik. Demək də ədat deyil, bağlayıcıdır. Toxundu düzəltmə, qayıdış növdə keçmiş zamanda olan feildir. Burada toxundu sözü düzəltmə deyil. Toxun sözün köküdür, du keçmiş zaman şəkilçisidir. Toxundu sözü o zaman düzəltmə olar ki, məsələn, nəsə toxunur, xalça toxundu. Toxunmaqdan toxunmaq əmələ gələr. Cavabımız olur C variantı 2, 4, 5. 42. Bu sirri bilən tək sənsən cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvləri müəyyən edin. Bu işarə əvəzliyidir, mübtəda vəzifəsində işlənibdir. Hansı sirri, bu sirri, hansı sualını veririk? Demək ki, işarə əvəzliyi olsa da mübtəda vəzifəsində deyil. Mübtəda vəzifəsində olmaq üçün kim, nə və yaxud da ki, hara sualına cavab verməlidir. Sirri sözü isimli təsirlik haldadır. Bəli, bunu bilən, düzdür. Bilən feili sifətdir. Bəli, bil sözün kökü də ən feili sifət şəkilçisidir, düzdür. Tək qoşmadır. Tək qoşma deyil, tək qoşma olsaydı sözə bitişik yazılardı. Bu sirri bilən yalnız sənsən. Tək sözün əgər biz yalnız sözündən əvəz eləyə biliriksə, demək ədat kimi işlənmiş olur. Sənsən şəxs əvəzliyidir, xəbərli şəkilçisi qəbul edib. Bəli, sən şəxs əvəzliyidir, sən xəbərli şəkilçisidir. Cavabımız olur 1, 4. 43-cü sual. Bizim güvəndiyimiz adam məhz beləsidir cümləsindəki sözlərdən bağlı səhvləri müəyyən edin. Bizim mənsubiyyət şəkilçisi qəbul etmiş şəxs əvəzliyidir. Bu yanlışdır. Mən və biz əvəzliklərindəki im şəkilçisi mənsubiyyət yox, yiyəlik hal şəkilçisidir. Biri götürürük. Güvəndiyimiz dığı deyib feil sifətin şəkilçisidir. 2 düzdür. Adam adlı halda olan sadə isimdir, düzdür. Məhz modal söz yox, məhz sözü ədatdır, 4 səhvdir. Beləsidir, mənsubiyyət və xəbərli şəkilçisi qəbul etmiş əvəzlikdir. Belə sözün köküdür, s bitişdiricidir, i mənsubiyyət şəkilçisidir, dir də xəbərlik hal şəkilçisidir. Cavabımız olur demək 1, 4. 44. Bəs belə sözü başqasına deyərlərmi cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Bəs sual ədatıdır, bəli. Belə işarə əvəzliyidir, belə söz, necə söz, bəli. Sözün mənsubiyyət şəkilçili isimdir. Bunu başqasına deyərlərmi? Sözü sözün nəvəsinə bunu qoya bildik. Demək mənsubiyyət şəkilçili yox, təsirlik hal şəkilçisidir. Başqasına mənsubiyyət və yönlük hal şəkilçisi qəbul etmiş isimdir. Başqası bəli, s mənsubiyyətdir, a da yönlük hal şəkilçisidir. Düzdür. Deyərlərmi? Bizdən nə istəyir? Bizdən düzgünləri istədiyinə görə 4-ü götürürük. Deyərlərmi? Düzəltmə feildir, mi ədatdır. Demək, D sözün kökü y bitişdiricidir. Qeyri-qəti gələcək zaman şəkilçilər, şəxs sonluğu mi ədatdır. Düzəltmə deyil, sadət. Ona görə 5-i götürmürük. 1, 2 və 4. 45.
Bəs belə söz başqasına deyərlərmi cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Bəs sual əvəzli yox, sual ədatıdır. Biri götürürük. Belə sifət yox, belə əvəzlikdir. Ona görə ki də götürürük. Sözü təsirlik halda işlənmiş sadə isimdir, düzdür. Başqasına qeyri-müəyyən əvəzlikdir. Demək, başqa sözü əvəzlik deyil. Əgər əsas nitq hissəsidirsə sifətdir. Deyərlərmi xəbər şəklində mı sual ədatıdır, düzdür. Demək, cavabımız olmalıdır 1, 2, 4. 46. Cəlal gələndən sonra işçiləri tamamlamalıyıq. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvləri müəyyən edin. Cəlal xüsusi isimdir, düzdür. Gələndən feili bağlamadır. Xeyr, feili bağlama deyil. Gəl sözün kökü. Əndə şəkilçisi yoxdur burada. Ən feili sifət şəkilçisidir. Dən çıxışlı xal şəkilçisidir. Demək, feili sifətdir. Sonra qoşmadır. Bəli, dan, dən, üstə gələk sonra, yəni hal şəkilçili sözə qoşulubdur. Demək ki, qoşmadır. 3, düzdür. İşləri cəm və hal şəkilçisi qəbul etmiş isimdir. Bunu qoya biliriksə, demək, lər cəm şəkilçisidir, idi təsirlik hal şəkilçisidir. Tamamlamalıyıq, əmr şəklində olan feildir, əmr şəklində deyil, malı məli vacib şəklinin şəkilçisidir. Cavabımız olur 2, 1. 47. O azacıq dincələndən sonra həyətə çıxdı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvləri müəyyən edin. O şəxs əvəzliyidir, bəli, düzgün fikirdir. Azacıq kəmiyyət zərfidir, bəli, düzgün fikirdir. Dincələndən sonra zaman zərfidir, xeyr. Dincələn feil sifətdir, sonra da qoşmadır. 3 demək səhvdir. Həyətə yer zərfidir, səhvdir. Həyət konkret məkanı bilinir, isimdir. Çıxdı keçmiş zamanda olan feildir, düzdür. Cavabımız olur 3, 4. Bizim bugünkü izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşürük.